Bugün sana çok sadə bir şey deyəcəm. Ya sen olduğun kimi sevilirsən, heç bir evsiz, heç bir maşınsız, yəni maddiyatsız ümumiyyətlə. Sadəcə sənin var olmağın insanın yanında, o insana bəs edir. Nələ ki, heç bir maddiyat, heç bir ev, maşın səni insana sevdirə bilməz. Heç vaxt. Və yeri gəlmişkən maddiyyat, burada yenə də söhbət gedir. Güllər, ətirlər və sair belə şeylər səni doğrudan bir qıza, bir qadına həyatı boyu sevdirə bilməz. Bunu sənə tam əminliklə deyirəm. Sevgi maddiyyatla alınmır. Maddiyyatla sən yeni kəsilmiş ət ala bilərsən. Birdən ola bilər ki, ağla gəlsin, gedim onun üçün bir hədiyyə alım, oyuncaq alım, biləzik alım və yaxud və s. Bil ki, bunların heç biri kömək eləməyəcək. Yəni sən onu ad günündə ala bilərsən, hədiyyələr günündə ala bilərsən. Belə olar. Amma ki, sikdirsin o hədiyyələrdir, əgər səni sevirsən. Və yenə təkrar edirəm. Bir dənə ağla düşər ki, gelin nəsə eləyim onun üçün. Məni sevsin, məni daha çox istəsin. Get başını vur divara. O qədər vur ki, bu video yadıma düşsün. Və o səhvləri bir də eləmə. Bugünlük bu qədər. Çox əsəbləşdinsə bu videoda sağ ol.